Xoş gördük əziz dinləyicilər. Ukraynanın ordusunun Rusiyanı blokadaya alma əməliyyatları davam edir və hər gün Rusiyanı çökdürmə əməliyyatı, hər gün bir zavoda və Moskvaya zərbə endirilmə prosesi davam edir. Bu günləri 150-dən çox Rusiyanın hava nəqliyyatı reysi dayandırılıb və Voronejdə isə ən vacib zavodlardan biri olan yarımkeçirici zavoduna zərbə endirilib ki, bu zavod da Rusiya silahlı qüvvələri üçün elektron vasitələri istehsal edən ən vacib zavodlardan biridir. Krım yarımadasında isə demək olar ki, tam sürətdə blokada hökm sürür. Krıma gələn yollar və gedən yollar tam sürətdə Ukrayna ordusunun nəzarəti altındadır. Kert körpüsünə zərbə indirilir və bugün sabah kimi belə bir açıqlama verilir ki, istənilən vaxtda Ukrayna məhz Krım yarımadasına zərbə endirə bilər, Krımı blokadaya ala bilər və Krım yolunu demək olar ki, bağlaya bilər. İkinci bir məsələ isə burada Amerika nümayəndə heyətinin məhz BMT-dəki çıxışıdır ki, Amerika nümayəndə heyəti də Rusiyaya bildirib ki, Rusiyanın vəziyyəti olduqca pisdir. Rusiya, yəni Moskva müharibəni dayandırmağa çalışmalıdır. Əgər müharibə dayanmaz ki, Moskvanın ətrafında olan vəziyyət biraz da gərginləşəcək və bu pik həddə çatacaq. İkinci isə burada bilirsiniz, Zelenskinin Lukashenko'ya verdiği bir vaxt vardı. Bu günlərdə Lukashenko'nun o qorxusu o saat hiss olundu və Lukashenko belə bir açıqlama verdi ki, biz özümüzü istənilən qəsbkardan qorumağa çalışacağıq. Halbuki o qəsbkarlığı eləyən elə Belarusiya özüydü. Belarusiya özü şərait yaratmışdı ki, Rus ordusu oradan məhz Ukrayna ərazilərinə daxil olsun. Burada bunlar üçün də, yəni Belarus üçün də verilən vaxt hələ ki gedir. Hələ 3-4 gün qabaqda qarşıda vaxt var. Görə hələ Lukashenko da Putin kimi axmaq bir siyasət yürüdəcək, yoxsa ağıllı bir siyasət yürüdəcək. Təşəkkür ederim.